Charles Darwin deyəndə yəqin ki, hamımızın ağlına o məşhur saqqallı, müdrik alim portreti gəlir, elə deyilmi? Amma işin təəccüblü tərəfi odur ki, bu dahi adamın arxasında əslində ailəsinin belə, necə deyərlər, əlini üzdüyü bir uşaq var idi. Gəlin birlikdə hamımızın tanıdığını sandığımız bu insanın heç də bilinməyən gənclik hekayəsinə baxaq. Bax, bu da o, müasir biologiyanın atası. Bu şəkilə baxanda elə bilirsən ki, bu adam anadan gəlmə dahi olub, elə uşaqlıqdan məqsədinə doğru gedib. Amma dayanın, bu hekayənin sadəcə sonudur. Əsl hekayə tamam başqa cür başlayır. İndi isə gəlin bu təsəvvürü bir anlıq unudaq. Baxın, bu sözləri ona kim deyib? Kənardan bir tənqidçi yox, elə öz atası, Robert Darwin. Təsəvvür edirsiniz, səndən heç nə olmayacaq deyir. Yəni, bu heç də bizim alışdığımız dahi hekayələrinə bənzəmir, hə? Bu sanki bir gələcəyin üstündən xətt çəkmək kimi bir şey idi. Əsas sual da elə budur. Yaxşı, bəs necə oldu ki, atasının ailəmizin üz qarası adlandırdığı bu oğlan bəşər tarixini dəyişdirən o adama çevrildi? Cavab, onun heç kimin görmədiyi o gizli dünyasında idi. Yaxşı, gəlin birbaşa uşaqlığına baş vuraq. Hə, əgər gözləyirsünüzsə ki, o, uşaqlıqdan ancaq kitab oxuyan, çalışqan bir uşaq olub, heç elə deyil. Əksinə, Darwinin ilk xatirələri elmdən çox balaca dəcəlliklərlə, kələklərlə doluydu. O, özü də avtobiografiyasında bunu etiraf edir ki, yalan danışmaq, hekayə uydurmaq kimi bir vərdişi var imiş. Məsələn, gedib atasının bağından meyvə uğurlayırmış, sonra da güya təsadüfən tapmış kimi gizlətdiyi yerdən çıxarıb, hamını həyəcanlandırırdı. Bütün bunların arxasında isə sadə bir istəyə yanırdı. Diqqət mərkəzində olmaq, tərif eşitmək. Bəs niyə bir uşaq bu qədər diqqətə ehtiyac duysun? Bu sualın cavabını tapmaq üçün gərək onun atası Dr. Robert Darwinin kim olduğuna baxaq. Və o sadəcə bir həkim deyildi, yox. O demək olar ki, öz dövrünün bir əfsanəsi idi. Deyilənə görə Dr. Darwinin qəribə bir istedadı var idi. İnsanlara baxan kimi onların xarakterini, hətta gizlətdikləri sirləri belə anlaya bilirdi. İndi təsəvvür edin, belə fövqəladə, belə nəhəng bir atanın oğlu olmaq nə deməkdir? Gənc Charles'ın üzərindəki o təzyiqi bir düşünün. Baxın, atası haqqında danışılan bir hekayə var, inanılmazdır. Deməli, bir gün bir xəstəsi gəlir və deyir ki, qardaşım oğlu dəlidir, bir neçə cinayət törədib. Doktor Darwinə heç bir detal verilmədiyi halda, o sadəcə pasiyentə baxaraq deyir ki, əminəm, qardaşın oğlu filan cinayəti törədib və düz çıxır. Yəni, bu adam sanki rentgen kimi insanların içini oxuyurdu. Yaxşı, deməli vəziyyət budur. Bir tərəfdə ata və müəllimlər var ki, Charles'ı tam bir uğursuzluq kimi görürlər, amma eyni zamanda pərdə arxasında heç kimin xəbəri olmadan tamam başqa bir dünya qurulurdu. Məktəb onun üçün bomboş bir şeydi, amma Darwin özü-özünə elə bir təhsil verirdi ki, məktəbdə ona klassik təhsil, yəni dil, ədəbiyyat öyrətməyə çalışırdılar, amma onun üçün bu tam bir boşluq idi. Eyni vaxtda isə o, öz otağında, həyətdə, meşədə öz universitetini qurmuşdu. Qardaşı ilə birlikdə kimya laboratoriyası düzəldirdi, quşları saatlarla müşahidə edirdi, bitkilərin adlarını öyrənirdi. Yəni onun əsl məktəbi elə təbiətin özü idi. Və ən acınacaqlısı da budur ki, o özü deyirdi, müəllimlərim də, atam da məni adi, hətta ortalamadan da aşağı səviyyəli bir uşaq sayırdılar. Təsəvvür edirsiniz, içindəki o böyük təbiətşünasını, o alimi heç kim, amma heç kim görmürdü. Onlar üçün o, sadəcə dərslərindən yayınan, vecinə olmayan bir oğlan idi. Atası da bu boş-boş maraqlarına bir son qoymaq üçün qərar verir. Oğlumu hörmətli bir peşə sahibi edəcəm, həkim və beləcə Charles'ı Edinburgh Universitetinə tibb oxumağa göndərir və bu tam bir fəlakətlə nəticələnir. Edinburghda onun üçün iki fərqli həyat var idi. Bir tərəfdə nifrət etdiyi tibb dərsləri. Mühazirələr onu yuxuya verirdi, anatomiyadan iyrənirdi, qan görəndə isə dözə bilmirdi. Hətta bir dəfə əməliyyatdan dəhşət içində qaçıb çıxmışdı. Amma digər tərəfdə o əsl özünü tapmışdı. Təbiət elmləri ilə maraqlanan dostlar çevrəsi, dəniz kənarında canlıları toplamaq, elmi cəmiyyətlərin yığıncaqları. Sanki nəhayət öz evinə, öz qəbiləsinə gəlib çıxmışdı.
Və bilin baxalım nə oldu? Məhz o faydasız sayılan hobbiləri onun həyatında dönüş nöqtəsi oldu. Məhz Edinburqda o darıxdırıcı tibb dərslərindən qaçıb sığındığı o dünyada Darwin özünün ilk elmi kəşfini etdi. Bəlkə də o vaxt kiçik bir şey kimi görünürdü, amma bu onun bütün gələcəyini dəyişən o ilk qığılcım idi. Baxın, kəşf nə idi? Çox texniki səslənə bilər, amma əslində çox maraqlıdır. Deməli, dənizdə yaşayan flustra adlı bir canlı var. O vaxt hamı elə bilirdi ki, onun yumurtaları hərəkətsizdir. Amma Darwin mikroskopla baxır və görür ki, yox, onlar heç də yumurta deyil. Sərbəst üzə bilən balaca larvalardır. Yəni, özləri hərəkət edirlər. Və o, bu kəşfini 1826-cı ildə o tələbə cəmiyyətində qürurla təqdim edir. Bu, onun elm səhnəsinə atdığı ilk cəsarətli addımı idi. Və budur nəticə. Atasının o xəyal qırılğılığı hesab etdiyi oğlan indi 21 yaşında gənc bir təbiətşünasdır. Artıq o dəcəl uşaq deyil. Üzündəki ifadəyə baxın. Orada bir qətiyyət var, bir maraq var. O, bütün dünyanı dəyişdirəcək o məşhur Beagle səyahətinə çıxmaq üzrədir. Artıq kiminsə onun üçün qurduğu yolla getmir. O, nəhayət öz yolunu tapıb. Bütün bu hekayə bizə çox vacib bir sual verir, elə deyilmi? Uşaq vaxtı böyüklərin boş işdir, vaxt itkisidir dediyi o həvəslərimiz bəlkə də əslində bizi biz edən ən vacib şeylərdir. Bəlkə də hər birimizin içindəki o potensial məhz heç kimin ciddiyə almadığı o faydasız maraqların içində gizlənib.